Uşaqların oruç tutması bu nə dərəcədə qəbul olunandır və ümumiyyətlə neçə yaşından sonra uşaqlar tuta bilərlər? Bəzən Bəli. kiçik yaşlı uşaqları görürük, yəni onları məcbur edən yoxdur. Sadəcə uşaqdır, anlayışı o qədər deyil, görür ki, ailədə valideynləri oruç tutur, bu da deyir ki, Bəli. mən də oruç tuturam, bəzən onun fəsadları da yaşanır. Şübhəsiz ki, vacib sualdır. Yəni uşaqları bilirsiniz ki, mükəlləf həddi buluq yaşına çatandan sonra mükəlləf olurlar İslam dininə görə. Həddi buluq yaşı da konkret burada yaş rəqəm demirəm ona görə ki, müxtəlif regionlara görə, müxtəlif ölkələrə görə, müxtəlif bölgələrə görə qız və oğlan uşaqlarının həddi buluğa çatma yaşları fərqli ola bilir. Ona görə bir konkret yaş desək, burada artıq ziddiyyət yarana bilər. Və yaxud da mümkündür ki, adi ailədə 3 uşaqdan, 2 uşaqdan biri daha tez həddi buluğa çatmış olsun, biri bir uzun müddətdə sonra həddi buluğa çatır. Təbii ki, həddi buluğun da müxtəlif əlamətləri var, necə deyirlər, meyarları var ki, bu tək fizioloji cəhətdən götürülməməlidir. Qurani-Kərim əsasən yaş göstərməməklə həddi buluq sağının rəşid sözü işlənir orada. Rüşd həddinə çatması göstərir. Yəni insanın əqli kamilliyi. Və eyni zamanda fizioloji cəhətdən o ibadətlərə, o mükəlləfiyyəti yerinə yetirməyə hazır olması. Bu ərə getmə, evlənmə məsələsində də bu cürdür. İndi o mövzu başqadır, ona toxunmuram. Əsas ibadətlərdə də, oruç tutmaqda da nə deməkdir bu? Həmin uşaq, indi biz uşaq adlandırırıq, şəxs ümumiyyətlə də o çağa çatmalıdır ki, o həm fiziki cəhətdən o ibadətə tab gətirə bilsin, həm onun ehkamlarından doğan suallara cavab verə bilsin. Tutaq ki, uşağın böyründə elə bir nəfər hərrənməli deyil ki, hər şeyi ona başa salsın ki, burada bu özü o ibadətin mahiyyətini anlamalıdır və birinci növbədə də onun səhhətinə ziyan vurmamalıdır. Tutaq ki, ola bilər 18 yaşamı çatmalıdır bu, bəlkə də 16 yaşından da elə uşaqlar olur ki, tez təkmilləşir. Bu mümkündür, amma uşaq tutmaq istəyən oruç tutmaq istəyən uşaqların və yaxud da ki, buna gücü yetənlərin də könlünü sındırıb uzaqlaşdırmaq da olmaz. Qoy tuta bilsin, tutsun, ancaq onu incidərsə, yorarsa artıq orada izah eləmək lazımdır ki, bu sənə vacib deyil. İkinci bir tərəfdən də eyni zamanda buna paralel olaraq məcbur etmək də olmaz. Bəzi adamlar var ki, bəli, özləri dindardır, ibadətkardır, uşaqlarını da məcbur edirlər, həddi buluğa çatmamış və bu çox ağrıdıcı bir haldır. Bu, qətiyyən dinin məntiqinə uyğun olmayan bir məsələdir. Heç bir dini mənbədə Peyğəmbərimizin dövründə də qeyd olunmayıb ki, ya Peyğəmbər öz nəvələrini, ya digər səhabələr uşaqlarını nə ilənsə məcbur